Rebecca adlı bir kitabdan danışacağım. 2020'də Netflix bu kitabın uyarlanmasını eləyib. Amma demək olar ki, Hitchcock'un filmini kopyalayıb eynisidir. Yəni qram dəyişiklik yoxdur. Amma başqa bir şok film deyəcəm. Bununla bağlı demək olar ki, çox bunu sizə ancaq mən deyə bilərəm. Demək, Rebecca postmodern gotik romandır. Hətta zamanında o qədər məşhur olub ki, bu roman sendromu belə var. Yəni Rebecca sendromu var. Bu da sevgilinizin, partnyorunuzun keçmiş münasibətini qısqanma, özünü o keçmiş münasibətlə müqayisə eləmə sendromudur. Roman haqqında danışanda biləcəksiniz nə nəzərdə tutulur. Rebecca baş qəhrəmandır, amma romanda yoxdur. Heç bir yerdə görmürük, çünki Rebecca ölüb. Biz gotik roman olduğu üçün və orada qəsrə köçdükləri üçün, qəsrlərdə həmişə cəsədlər, ruhlar və s. gözlədiyimiz üçün davamlı olaraq Rebecca-nın ruh şəklində gələcəyini görürük, amma gəlmir. Amma həm də oradadır, yəni baş roldadır, Rebecca baş roldadır. Yəni ruh var əslində, digər filmlərdən fərqi odur ki, çox möhtəşəm bir necə deyim, fantaziyadır. Həm orada ruh var, Rebecca-nın ruhu var, həm də ki, yoxdur. Digər qorxu filmlərindəki kimi yoxdur. Baş qəhrəman isə, bu baş qəhrəmanın ilahi oxuyub, normal bir insan bu qəhrəmanı oxuyub, yəni kriz keçirdərdi. Bir dənə qızın hicabı çatmır, yəni o qədər itaətkar, o qədər əzik bir obrazdır ki, yəni oxuyanda da Hitchcock'un istər və yaxud da ki, modern uyarlanmada dəli olursan da, yəni. Deməli, bu qız, baş obrazımız Rebecca özü filmdə, romanda yoxdur, amma baş qəhrəmandır, hamı ona heyrandır. Oxuyucu o romanı oxuyanda biz də heyran oluruq, dediyim kimi, az qala biz də qısqanırıq, o qədər mükəmməl bir insandır. Amma bu baş qəhrəman hansı ki var, görünür, adı yoxdur. Adı yoxdur. Və bir qulluqçu kimi bir şey işləyir, bir xanımı var, o xanımın ayaq işlərinə baxır, o xanımı bir gün eşidirik ki, Maksim adlı bir zəngin adam gəlib şəhərə, xanımı vasitəsilə həmən adamla tanış olur, çox əzik bir, özü sırıyır rəsmən həmən adama filmdə. Və həmən adam əslində bir növ yazığı gəlirmiş kimi bir şeydir oxuduqca, yəni görürsən. Çünki yəni Rebecca dedim, bu atsız baş qəhrəman insan niyə sevsin? Heç bir özəlliyi yoxdur, əlindən bir iş gəlmir belə. Deməli, fikir verirsinizsə, Rebecca-nın tam ziddidir, ziddi bir obraz yaradıbdır. Rebecca bacara bilmədiyi heç bir şey yoxdur, çox gözəl, çox baxımlı, cəmiyyət tərəfindən çox sevilən, görgü qaydalarını çox yaxşı bilən, hər şeyi ideal şəkildə bacarır və hətta onu dünyanın ən gözəl qadın kimi təsvir edirlər. Bu qadın isə, yəni hətta geyimlərini belə istəyir, özünü o qədər müqayisə etməyə çalışır ki, istəyir ki, Rebecca kimi geyinsin, Rebecca kimi davransın, amma onda alınmır və bir gün gəlir ki, xanımı New York'a keçmək istəyir və Maksimə deyir ki, yəni çox qısa bir flörtləşmə olur və sonra qaçır, xanımı buna deyəndə ki, biz gedirik New York'a, qaçır Maksimin yanına, həmən varlı adam yanına, deyir ki, aman günüdür, mənə aparırlar, qoyma. Bu adam da qayıdır, bunu evlənmə təklif eləyir. O reaksiyası da bilirsiniz nə olur, yəni deyir ki, katibən kimi, necə yəni, oğlan deyir, məndən gedərsən Marley'ə, qaldıqları yerin adı Marley olur, dostum Manderley. Deyir ki, mən katibən kimi aparmaq istəyirsən. Nəysə, və evlənirlər, evlənəndən sonra qəsrə gedirik və qəsrdə, yenə də deyirəm, gözləyirik ki, bir ruh çıxacaq, Rebecca çıxacaq, Rebecca yoxdur, baş qəhrəmandır. Və qəsrdə bu qadına, qulluqçular, qəsrdə elə bir yerdir ki, yəni 2 nəfər yaşayır, bu qadın, atsız qəhrəman və Maksim. Maksim də çox vaxt evdə olmur, amma çox böyük bir qəsrdir, gotik bir qəsrdir. Və içində nə qədər qulluqçular var, o qulluqçular, bilmirəm yəni, belə kinoya baxmırlar, belə roman oxumurlar, amma ki, adam modern zamanda istər-istəməz düşünür. Bu da modern izləyicinin və yaxud da oxuyucunun problemidir. Artıq aldatma olmur da. Və
o qulluqçu Rebekanın heyran olur. O da Rebekanın heyrandır. Amma Rebekanın uşaqlıqdan deyir, onu götürüb saxlayıbdı. Yəni onun həmişə tək qulluğunu o görübdü. Yəni belə ifrat xəstəlik dərəcəsində sevgisi var. Və yeni qadını da ona görə qəbul eləmir. Hətta ona atmacalar filan atır. Yəni əzir. Və məni qıcıqlandıran bu qəhrəmanın, yəni artıq sən evlənmirsən, o evin xanımısan, qulluqçu sənə xanımmış kimi davranır da. Sərhədlərini müəyyən eləyə bilmirsən və yox demək qabiliyyəti yoxdur, yox deyə bilmir. Yəni qulluqçu bunu əzir tutalım. Məsələn, necə deyim, yəni Rebeka ilə müqayisə eləyir davamlı olaraq əzmək dediyim və qayıdıb ən azından yəni mən saksı deyiləm, zat nə bilim bir şeydir də, bir divizyon elə yoxdur, heç bir şey yoxdur. Və hətta bir gün qonaqlar evdə bal olur. Bu qadın deyir ki, yazmışam o qadının adını, Denvers olur. Deyir ki, sən baloya nə geyinəcəksən, istəsən sənə fikir verim və Rebekanın bir zamanlar geydiyi modeldə bir geyim tikdirir. Əlbəttə ki, Maksim görəndə bunu hirslənir və biz kitab boyunca hamı o qədər Rebekaya heyrandır ki, hamı o qədər sevir ki, biz oxucu olaraq düşünürük ki, Maksim də həqiqətən keçmiş arvadını unuda bilmir. O öləndən sonra onsuz da yəni çox əzab çəkibdi və qadın haqlı olaraq düşünür ki, hələ də o keçmiş Rebekanı sevir. Özünü çox yetərsiz görür müqayisə elədiyi üçün, baxmayaraq ki, Rebeka yoxdur, amma yenə də Rebekanı özündən güclü hiss eləyir. Və bir gün isə biz anlayırıq ki, tamamilə hekayə başqa cürdür. Çünki bu detalları yəni keçmək istəyirəm. Məsələn, adi qəsrdə nələrsə eləmək istəyir. Ona deyirlər ki, Rebeka belə eləmirdi, Rebeka elə eləmirdi. Yəni qadın heç bir, məsələn, baloya yemək siyahısı çıxardırlar da. Qulluqçu deyir ki, qulluqçu da yəni elə bil ki, bu qadının xanımıymış kimi. Deyir ki, filan siyahını hazırlamışıq da, Rebeka xanım bunu eləmək istəyirdi. Yəni bir fikri yoxdur, bu adamın bir fikri yoxdur. Deyir, hə, Rebeka necə eləmək istəyirdi, elə eləyin. Və sonlara yaxın biz anlayırıq ki, qadın ağladığı səhnədə Maksim ona deyir ki, tam tərsinə mən Rebekaya nifrət eləyirdim və kitabda əslində Rebekanı öldürən o olur. Çünki Rebeka bütün cəmiyyətə, insanlara özünü tamamilə başqa cür göstərib. Bu da çox maraqlı detaldır. Çünki Rebekanın özünü görmürük deyə, Rebekaya söz verilməyib deyə əslini bilmirik. Sadəcə olaraq o baş qəhrəman deyir ki, Rebeka mənə zülüm verirdi. Çünki biz ondan deyir sevişib evlənmişdik. Amma evlənəndən sonra o başqa kişilərlə flörtləşirdi və məndən də bunu gizlətmirdi. Və belə deyək, əslində təhrik eləyir Maksimi və Maksim onu öldürür. Və bunu bu adsız o hicablı ya danışanda qadının orada yəni bir cinayət var ortada. Yəni bu tipik ona yəni sərf eləmirdi. Onun orada sevindiyi və ya da şoka girdiyi cinayət olmur. Maksimin ərin Rebekanı sevməməsi, onu sevməsi. Yəni bu olur ona maraqlı olan. Və deyir ki, sənə kömək eləyəcəm, bu işdən qurtulacaqsan. Çünki cəsəd tapılıb, cəsədin Rebekaya aid olduğu deyilir. Hansı ki, Maksim daha əvvəllər ekspedisiya keçirib mi deyim, nə deyim, cəsədə baxıb və onun Rebeka olduğu deyilir. İndi də məhkəmə qurulub. Çünki bir də Rebekanın flört elədiyi adamlardan birisi onun qohumudur və o qohumu da gəlibdi hekayəyə. O bilir ki, bu adam öldürübdü, Maksim öldürübdü Rebekanı və cinayətin üstünün açılmasını istəyir. Daha doğrusu şantaj edib pul qopartmaq istəyir. Bu adsız qız da başı batmışlar. Deyir ki, mən sənə kömək eləyəcəm bu cinayət üçün. Orada məhkəmə qurulur. Məhkəmə əlbəttə ki, günahlandırmaq istəmir Maksimi. Çünki Maksim həm də aristokrat ailədəndir, çox imkanlı birisidir. Və daha sonra isə yəni hekayə belə bitir ki, üstü örtülür. Sonda da həmən qulluqçu Rebekanı hansı ki çox sevir. Həmən qulluqçu tam bilməsə də amma elə bir təsvir yaradır ki, Manderleyi yandırmış olur, o gotik bina var.
filminə keçəndə isə bu gotik bina yoxdur. Miniaturadır. Orada Hitchcock elə bir yer axtarıb tapa bilməyib. Və Hitchcock'un şahesərlərindən biri hesab olunur bu film. Hansı ki, deməli, nə deyəcəkdim? Filmdə bu filmin, Hitchcock'un filmini 2020-də başqa Netflix çəkib və həqiqətən kopyalayıb, həqiqətən qram dəyişim yoxdur. Filmi mən çox bəyəndim, ağ-qara filmdir, qadın obrazlar çox qəşəng təsvir edilmişdi, amma bilmirəm, 2020-ni bəyənmədim, Hitchcock'u bəyəndim, amma indi də haqqında danışmaq istədiyim başqa bir filmdir deyə istəyirəm buranı tez keçim. Bu filmin Yeşilçam uyarlanması var imiş və mənim aşkitom olan Cüneyt Arkın bu filmdə oynayırmış. Əlbəttə ki, adı Rebecca deyil filmin. Qısqanc qadındır. Hülya Koçyiğit və Cüneyt Arkın oynayır. Bu film isə baxmayaraq ki, çox adam bəyənməyib, Rebecca romanından uyarlanma olmasına baxmayaraq, mən həqiqətən bəyəndim. Çünki rejissor uyarlanma eləyib, yəni çox dəyişikliklər var, yəni çox əsas mövzu dağıdılmasa da. Məsələn, Rebeccanı ilk dəfə bu filmdə görürük. Daha doğrusu görmürük, saçını görürük. Hətta saç da deyil, parekdir. Yəni belə arxa saç hissəsini görsək də bir Rebecca ilə onların dialoqunu görürük və yaxud da ki, özünə uyğun dəyişikliklər var. Məsələn, telefon görürük, telefonla danışırlar. Deməli, bu filmdə dediyim kimi bəzi fərqlər var. Əsas ciddi fərqi mən nədə gördüm? Cüneyt Arkından gözümü alıb filmə çox həqiqətən düşünürəm ki, Alain Delon'dan belə çox yaraşıqlı adam olub da. Bütün dövrlərin ən yaraşıqlı adamıdır məncə Cüneyt Arkın. Və bu filmdə də həmən qızla Hülya Koçyiğitlə evlənirlər, qəsrə gəlirlər. O gotik ab-hava çox qəşəng, yəni ruhlar zada burada dilə gözləyirik ki, ruh pusal çıxacaq. Amma buradakı fərq o qulluqçu Rebeccanı çox istədiyi üçün yox. Çünki məsələn kitabda Hitchcock'un filmində Marley yandıranda deyir ki, mən sizin xoşbəxt görməkdənsə ölərəm. Yəni qətiyyən istəmir. Çünki o Rebeccanın əridir Maksim. Yeni gəlini qəbul eləmir və qəsri yandırır. Burada isə evin qulluqçusu Rebeccanın qohumudur, amma eyni zamanda Maksimə aşiqdir. Və deyir ki, Rebeccaya, yəni onunla olanda, yəni sevgimi ürəyimə şeyləmişdim də, zədələmişdim. Amma indi, yəni mənim sevgim niyə qarşılıqsız qalmalıdır? Hülya Koçyiğit'i qəbul eləmir, ona pis davranır. Yəni Hülya Koçyiğit adi güldana gül qoya bilmir. Rebecca çünki onu ora qoymurdu, pərdəni aça bilmir, nə bilim belə heç bir şey eləmir. Bu da qayıdıb, yəni saksı deyilim zat. Bundan da reaksiya yoxdur. Yəni obraz olduğu kimi qalıb. Amma daha sonra biz görürük ki, burada cinayəti bu qulluqçu eləmiş olur. Necə? Çünki Maksim belə deyim, yəni təhrik eləmiş olur Rebecca. Çünki başqa kişilərlə görüşür. Deyir ki, onsuz sən məndən boşana bilməzsən. Biz nə bilim aristokrat ailəyər, bizdə boşanma yoxdur. Yəni bir növ təhrik eləyir. Biz filmdə öyrənmişdik ki, Hitchcock filmində Rebecca ilkin o məhkəmə qurulanda həkim gəlir deyir ki, Rebecca hamilə olub. Amma əslində öyrənir ki, Rebecca xərçəng xəstəsi olur. Xərçəng xəstəsi olduğu üçün də, yəni artıq çox irəliləmiş olur xəstəliyi, onsuz da öləcək deyə çox qısa zamanı qalır. Gəlir Maksimi təhrik edir ki, Maksim onu öldürsün. Burası da çox, yəni biraz bilmirəm, öləcəydinsə, yəni niyə cəmaatın balasını qatil eləyirsən də. Burada isə Rebecca ağrı çəkir və o qulluqçu, hansı ki Rebeccanı çox sevir, həm də qohumudur, ona iynə vurmuş olur. Amma özü bilmir, yəni öldürdüyünü. Rebecca deyir ki, iynə vur. Daha sonra isə Maksimlə danışanda öldürürlər və nəysə axırda qalır o qulluqçunun üstünə. O da qışqırır ki, nasıl yani Rebeccanı ben mi öldürdüm? Zaten belə bir səhnə. Bilmirəm, yəni qısqanc qadın filmini mən daha çox bəyəndim. Yəni Hitchcock'la müqayisə eləmirəm əlbəttə ki, amma 2020 ilə müqayisə edəndə bu daha yaxşıdır. Çünki dediyim kimi 2020 tamamilə kopyadır. Roman özü isə yenə də deyirəm, yəni baş qəhrəman yoxdur, amma həm də Rebecca baş qəhrəmandır.
o qədər heyranlıq oyandırır bizdə, amma daha sonra öyrənirik ki, tamamilə, yəni tamamilə bir personası var imiş. Maksimdən dinləyəndə görürük ki, o nifrət eləyirmiş. Yəni tamamilə ciddi bir obraz imiş. Bir tərəfdən ölümü gözləməyəcək qədər belə güclü obraz olur, özünü öldürdür. Sonra yəni niyə özünü öldürdürsən, onsuz da öləcəksən. Bir tərəfdən onun dilindən heç cür yəni bilmirik, görmürük Rebekanı. Çox qarışıq və çox belə oxuyucunun təxəyyülünə buraxdığı açıq belə yerlər var. Yəni oturuşdura bilmirik beynimizdə bu yerləri. Amma yəni belə məncə çox möhtəşəm bir gotik postmodern romandır. Filminə isə hansına baxmaz? Əlbəttə ki, Hitchcock'un əgər baxmamısınızsa filminə baxmanızı məsləhət görərdim. Sendrom da, yəni dediyim kimi, burada necə ki, baş qəhrəman Rebekanı qısqanır, görmədiyi halda və yaxud da onun öldüyü halda, öldüyünü bildiyi halda ərinə qısqanır, özünü onunla müqayisə eləyir, müqayisə elədiyi üçün yetərsiz görür. Yəni Rebeka sendromu belə bir şeydir.